İkinci misallara geldi növbət. Demək, SAT-dən ikinci misaldan görəmiz. 7m-dən 2n köpəygən, n plus p ifadə verilən. Şundan m-ni konkret tap dedi, n və p arqalı. Demək, tənqləməni bir yana yazıb basaq. 7m-dən 2 köpəygən plus p. Bundan m-ni tapsaq. 2 köpəygən plus p bölünən 7. Gördüyünüz deyin, ötə ansat. Demək, cavab. Milli sertifikatını ikinci misalına gelelim olsak, bir de uji normalni hesap kitap verilgen. Значит, misalını bir yana qaytadandan bir yazıb alsam. Şunun görünüşsə verilgen. Bir de yaxşılab qarasaq, həmmə kəsirimiz bir kəsirdən təşkəri, həmmə kəsirin maxracından 30'ını çıxarsa buladı. İşundan təşkəri. Demək, bir taxsim 30'ını çıxaramız. Bu kəsirimizdən bir kaladı, plus bir kəsirimizdən bir taxsim 2 kaladı, bundan bir taxsim 5, bundan bir taxsim 7 kaladı. Plus bir bölünən 100'ünü yazıb qoyamız bu əlaqədə hesablaşmamız üçün. Demək, bunu qaldırıb getmədik. Ümumi maxrac tənləsək, bunlar üçün 70'e gələdi. 10, 14, 35, buna 70. Demək, bir bölünən 30 köpəygən 70, 35, 105, 29, 24, 129 boladayken pəsimiz 70 plus 1 bölünən 100. 129 bilan 33'e bölünədi. 10, 43 boladı. Demək, 43 bölünən 700 qoşul 1 bölünən 100. Buna 7'dən bərsək 50 bölünən 700 boladı. Çıxartırsaq 5 bölünən 70. Bundan çıkartırsak 1 bölünən 14 gördüyünüz normal hesap kitap var. Bu cevap var.